Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Ruhumuzun şəfası verilişinin növbəti buraxılışında hər birinizi salamlayıram. Bugün çox maraqlı və sizi maraqlandıran suallara cavab tapacağıq. Kimin vasitəsilə? Dəyərli numeroloqumuz, qonağımız Kəmalə Mürsəlova ilə. Xoş gördük. Xoş gördük Səbah müəllim. Təşəkkür edirəm belə gözəl təqdimata görə. Layiqsiz, ona görə də dedik. Deməli, Kəmalə xanım, qabaq bir çox elmlər iç-içə idi. Tibb elmləri, astrologiya, riyaziyyat zaman keçdi, tibb xalq təbabətindən ayrıldı. Elm tam izah edə bilmədiyinə görə xalq təbabətini onu psevdo elm, yəni yalançı elm adlandırdı. Astronomiya, astrologiyanı özündən ayırdı ki, biz sırf konkret ölçülərə uyğun olan, isbat olunan, tutaq ki, planetlərin kütləsini, hərəkət trayektoriyasını, tərkibini, məsafəsini öyrənirik. Astrologiya absurd şeydir. Nə bilim, o ruhsal şeyləri izah edə bilmir də. Elm bəlkə də gəlib o həddə hələ çatmayıb. Sonra riyaziyyatı da ayırdılar numerologiyadan. Hamısına da bir depo yaratdılar, psevdo elm. Yəni tam elm deyil. Gah dedilər, yarı elmdir. Bir elmdirsə ya tam elm olur, ya da olmur da. Psevdo elm, yalançı elmdir. Bir neçə argument üst-üstə düşür, amma qalanları üst-üstə düşmür. Və zaman keçdikcə görürük ki, əsl o riyaziyyatçılar, hətta riyaziyyat kafedrasında tətbiqi riyaziyyatdan universitetə dərs deyən müəllimlər var. Deyir ki, numerologiya, biz oxuduqca görürük ki, rəqəmlərin nə qədər insana təsiri falan var. Hələ partiya məktəbində Sovet dövründə oxuyanlar deyir ki, bizə astrologiyanı keçirdilər. Görürük nə qədər dərin elmdir, amma bu gizli idi. Bəlkə də bu gizli elm desələr daha yaxşıdır. Yəni, hər adama uyğun deyil, hər adama demək olmaz, yaxud da ruhsal. Və indi ona görə siz bu numerologiyanı psevdo elm kimi qəbul edirsiniz, yoxsa bu doğrudan da insanlara hər halda o işin içində təsiri, bax istəyərdim ya da bu belə qarma-qarışıq suallara biraz aydınlıq gətiririz. Mən çünki astrologiyada kifayət qədər onun elmi tərəflərindən danışmışam. Amma istəyərəm, bax, numerologiya yalançı elmdirmi, yoxsa doğru? Yalançı elm olsaydı, yəni bunu əlbəttə ki, öyrənən var, bu işin içinə girən var, onu təqdim edən var, onlardan biri də mənəm. Astrologiyanı da siz. Mən həmişə heç vaxt ayırmıram. Həmişə deyirəm, astrologiya və numerologiya bunlar qədim elmlərdir və öz aramızdır. Astrologiya çox çətin, çox yəni izlədikcə daha da dərinə gedə bilən bir elmdir. Numerologiya da ondan dala qalmır. Hətta mən deyərdim ki, bu indiki bugünkü günümüzə uyğun olaraq, çünki bu vaxt qısalıb, vaxt daralıb, daha praktik bir şəkildə numerologiya insanın o problemlərini, onun hər bir şeyini, yəni bilinçaltını, belə deyək də, biz həmişə nə etmişik? Psixoloqa nəyə görə gedirlər? Biraz şuuraltı terapistə gedirlər ki, travmaları yox eləmək üçün, onları azaltmaq üçün, yəni. Amma numerologiya nə edir? Anında çox qısa bir müddət şəklində, yəni 5 dəqiqəyə, 10 dəqiqəyə sizin bilinçaltınızı oxuyaraq numerologiya vasitəsilə oxunur və ortalığa qoyulur. Və bu qədər mən analiz eləmişəm, elə bir nəfər deməyib ki, yox, bu belə deyil, belədir Kəmalə xanım, yəni buradan. İnsan əlbəttə ki, öz araşdırmalarına əsaslanır, hər bir insan. Mən də, yəni o belə deyərlər də maraqlı bir adam kimi, mən çox vaxt deyirəm, bu maraq bizi öldürəcək. Yəni o mənim rəqəmim numerologiyadan budur. Yəni o maraq, bunun altında nə var, bunun altında nə var, daha bunun altında nə var deyə öyrənə. Yəni mən artıq görəndə ki, bəli, bu elə bir elmdir ki, mən elm deyirəm buna, amma sonra onu düzəliş verirəm ki, qədim elm, qədim bilgi, qədim bilgidir. Bəli, elm indi biz özünüz bilirsiniz ki, elm hər şeyi biz elm, yəni o fakt deyilən bir şey var. Burada da əlbəttə ki, faktlar var. Minlərlə, milyonlarla insanların həyatını dəyişən bir bilgidir. Yəni qədim bilgilər kimi ümumiyyətlə ortalıqda. Bax, qədim bilgilər də orada, bax, numerologiyadır, astrologiyadır, sonra rəml elmi var, ledün elmi var. Əlbəttə ki, ledün hər kəsə verilmir. O, özünüz bilirsiniz ki, o elə bir elmdir ki, onun, məsəl üçün, Mühyiddin İbn Arabi kimi, onların o vəhlər deyək də, beləçinə. Ümumiyyətlə, yuxular vasitəsilə, onu da deyim ki, rüyalar, yəni yuxular,
o dünya ilə bu dünya arasında yeganə bir vasitədir, yeganə. Bunu özünü öldürüb çox bir şeyləri danışan olsa da, neynəsə də, bunu bütün artıq yəni bilənlər bilir, uzmanlar bilir ki, yuxu aləmi elə bir şeydir ki, o tərəflə bu tərəfin arasında əlaqə ancaq budur. Başqa bir əlaqə yoxdur. Numerologiya isə bu Allahın, mən həmişə deyərdim, bu qədim bir elmdir, astrologiyadır və Allahın bir lütfüdür. Bax, deməli, elmdən qabaq bilgilər olub. Elm sadəcə isbat eləyə biləcəyi qədər gir o bilginin içinə bir bənd buradan təsdiqləyir. Bax, artıq 20-ci əsrin ortalarında dünyada tibb astrologiya öz təsdiqini tapdı. Artıq heç kim demir ki, tibb astrologiya yoxdur. İnkişaf eləmiş ən Amerikada, Avropada, universitetlərdə, tibb universitetlərində tibb astrologiya keçirilir. Çünki hər bir orqanında həssas müalicəyə açıq günləri olur, vaxtları olur. Elə şey var, həmişə deyim, skalpel bədənə dəyməməlidir, sistem qoşulmamalıdır. Elə zamanlar olur ki, ciyərlər böyüyür də 2 gün, 3 gün. Həmin vaxt getir renginə düşdəcək, sən ciyərin nə gündədir. Ürək döyüntümüz biz insanıq. Bəzi məqamlarda görürük ki, səbəbli ya səbəbsiz yeri döyüntü artır. Sən həmin vaxt həkimə gəlsən, deyirsən ürəyində problem var. Bu nə döyüntünün artmasıdır, necə ki bəzi təzyiq. Bu o isbat eləyər. Axı elm də hələ gəlib o həddə çatmayıb. Bəzən göylərə can atanlara deyirəm ki, biz hələ yeri tam tədqiq eləyə bilməmişik, okeanların dibini anlaya bilməmişik elmi cəhətdən. Biz də durub Aya, Marsa, nə bilim, ora can atırıq. Məncə yeri öyrənsək, yəni yer də özümüz qalxarıq. Bax, sözünüzü də kəsirəm, mümkün deyil ki, onun sonuna çataq. O necə deyil ki, o yəni var olmaq, yox olmaq, bunlar əgər ikisi bir yerdədirsə, o Həzrət Əlinin dediyi kimi, yəni elmin sonu cahillikdir. Doğrudan da cahilliyə çıxırsan, deyirsən, ay Allah, mən bunu bilmirəmmiş, yəni bu imiş. Belə öyrənək. Ona görə də, yəni bu da yenə mən düşünürəm ki, yəni Allahın yaratdığı bu dünya var ha ki, yəni buradakı biz yaşayırıq, inkişaf eləyirik, təkamül eləyirik, yenidən qayıdırıq. Bütün bunlar elə bir qurulub qoyulub ki, aləmlər hətta, yəni tək bizim aləmdən getmir söhbət. Bunlar o qədər bir-birini tamamlayır ki, və bu insan evladının təkamülü üçün o qədər şərait var ki, yəni oxu, öyrən, yəni necə deyərəm, numerologiya elə bil ki, bir dəryadır. Sən ora bir baş vurursan, yəni itib batarsan, dərya və sən. Yəni ona görə də öyrəndikcə öyrənirsən. Yəni mən şəxsən mənə öyrəndikcə, bir şeyləri bildikcə, yəni ondan yəni necə deyim, həm qürur duyuram, həm Allaha şükür eləyirəm ki, Allahın belə bir gözəl bir qədim elmidir ki, yəni biz buna vaqe olmuşuq. Yəni elə bu da hamısı Pifaqorun sistemidir. Ümumiyyətlə numerologiyaların özünüz bilirsiniz ki, bir neçə bəndləri var. Yəni buna Rus ekolu deyirlər, Türk ekolu deyirlər. Yəni bizdə düzdür, bizdə hələ SSR-nin vaxtından var idi, yəni bu numerologiya ilə maraqlananlar var idi, amma indiki səviyyədə deyildi. Yox, təbii ki, inkişaf elədik. Bəli, orada bu o qədər də, məsəl üçün biz onu oxuyanda, maraqlananda o qədər də məntiqli gəlməyən bir şeylər var idi. Çünki sübut, məsəl üçün oradan bir çox şeyləri üst-üstə qoyub sübut eləyən yox idi. İnsanların da çoxsuna, 90%-nə, yəni sübut lazımdır. Bunu sübut eləmək lazımdır. Və bugünkü gündə bizdə, məsələn, Azərbaycanda Rus ekolu ilə, məsələn, numerologiyanı açıqlayanlar var. Türk ekolu ilə, məsəl üçün, onun da, məsələn, karmik numerologiya, ruhsal numerologiya mən dediyim, sonra bu Rusların Rus ekolunda tam tale matritsası deyirlər. Ondan da sual verin. Matriks haqqında, rəqəmlər matriksindən söz dedi. Matritsası deyil, yəni matritsa odur ki, yəni bax, matritsa elə bilin ki, o matritsa nəyə deyilir? Nə bunun altında nəzərə alınır? O deyir, matritsanı aç. Onu, yəni çıx o matritsadan. Hər kəsin özünü, bu ipək qurdu ki, özünə o kokon hörür, nə deyirlər ona, adı nədir onun? Saplarda ipəkdə, baramadan. Ay sağ ol, barama, o baramanı hörür ki, o şeydir. Biz də bax elə bir baramanın içərisindəyik, elə bil ki, bir insanda. Bizim də öz kodlarımız var ki, o kodlardan istifadə edərək onu söküb çölə çıxıb özümüzü ən gözəl şəkildə təzahür elətdirməliyik.
və o matritsa buna deyirlər. Və matritsanın da bütün bu numerologiyanın əsası Pifaqor sistemidir. Ancaq məsələn ondan ruslar bir cürə istifadə edirlər, türklər bir başqa cürə, hətta Türkiyənin özündə bir neçə qolu var. Bir neçə yəni yönü var. Çox da desələr də ki, məsəl üçün Rus ekolu daha başqadır, daha yəni onun başqalığı bir deməli rəqəmlərlə işləyirlər. Biz isə məsələn ruhsal numerologiya biz çünki ruha toxunuruq. Artıq ad və soyaddan da götürürük və bu mənim aləmimdə, mənim fikrimcə, hər insanın öz fikri var, daha doğru, düzgündür. Çünki biz, yəni məsəl üçün mən bir numeroloq olaraq reinkarnasiyanı qəbul etmirəm və insanın bir dəfə gəlib getdiyini qəbul edərək oradan nənə-babaların həyatını, o bugünkü gündə həmin adamı oxuyaraq və onun da həmən yerdən tuzağa düşdüyünü və belə deyək, imtahandan keçdiyini görəndə, yəni bu rəqəmlərlə onları tutuşdurub mükəmməl bir, yəni necə deyim, bir analiz çıxır ortalığa. Yəni orada o qədər hər şey bir-birini örtür. Çünki bir analizin içərisində 4 hesablama aparırıq. 4. Yəni burada bir hesablama deyil. Onu sizə deyim ki, tale matritsası bu dəqiqə Google-da yazırsan adını, ad soyad deyirəm, rəqəmini ora qoyursan, deyirsən ki, mənim o sxemi çıxarsan da, oradan o sxemi çıxardır o dəqiqə. Google verir. ChatGPT-də yoxsa Google-da da çıxır da əvvəldən. İkisində də var. Hə, ikisində də. Çıxır, yerdə qalır onu oxumaq. Onu da yəni hətta ChatGPT oxuyur onu və informasiya verir. Amma görün bizim ruhsal numerologiyanı ChatGPT çıxardıb onu oradan informasiya verər hardasa. Amma şəfa verə bilirmi? Öyrədə bilirmi ki, sən bu işdən necə çıxacaqsan? O da hardasa dərc olunmuşu verir də sənə özündən. Bəzən insanlar səhv elə bir yeni şeydir. Dəyərli izləyicilər, mən bunu bağışlayım. Deməli, dəfələrlə görmüşəm xanımlar müraciət eləyəndə ki, mən şeyə müraciət elədim ChatGPT, orada dedi, amma yəni bir çox şeylər yalan çıxdı. Deyirəm ki, bu sənə sadəcə informasiya verir. Yəni onu bir heç olmasa bilginən ki, bəli bu %100 ola bilməz axı. Lap heç %20 də ola bilməz. İnformasiya onu bu dəqiqə başqa məsələn bayaq yəni sizlə öz aramızda danışanda mən sizə dedim də elə bir numeroloqlar var ki, deyir sənin problemlərin budur. Həmin problemləri ChatGPT-də deyir. Amma sən oradan necə çıxacaqsan, necə özünə yol tapacaqsan, hansı yolla şəfalanasan, bəli onu demirlər. Yəni çünki bu proqnoz tipli. Əziz izləyicilər, indi keçəcəm sizin suallara. Siz də qeydə alın Kəmalə xanımın nömrəsini. Nə vaxtsa bax belə, xüsusən də analar öz övladlarına hər zaman deyirəm, bizim millətin xilası bu şeyləri dərk eləməkdədir. Ananın, valideynin öz övladı, lap kişilərə də aid yeri gəlir. Daha çox analar qayğısına qalır, o mənada deyirəm. Mütləq bu millətin xilası üçün bizim elə kanalın ana xətti odur. Millətin xilası üçün özün dərk prosesinə qoşulması üçün lazımdır. Mən o niyə əvvəldə dedim psevdo elm falan? Çünki izləyicilərimiz çoxlu suallar verir. Deyir ki, digər dünyanın numerologiyasında bu suallara cavab tapılır. Birinci siz ona ciddi yanaşırsınız yoxsa yox və yanaşmanız nədir? Məsələn, soruşurlar alın yazısı və numerologiya. Bax. Bu alın yazısı nə deməkdir? Məsələn, bəlkə də siz fərqli deyəcəksiniz. Mən deyirəm, alın yazısını insan özü yazır. Sadəcə hökm Allah verir. Yaxşı imtahandan yaxşı keçsəm, Allah yaxşı qiymətləndirir, yaxşı keçməsəm yox. Ola bilər fərqli, hətta ziddiyyətli fikriniz də olsun. Buyurun, bu alın yazısı və numerologiya. Alın yazısı və numerologiya, ümumiyyətlə, bəli, numerologiya, mən indi ki sizə aydınlaşdıracağım o alın yazısı, o numerologiyada mənə onu heç kim öyrətməyib, mən onu başqa bir qədim elmlərdən öyrənmişəm. Çünki bu alın yazısı, ruhun gəlişi, gedişi, sistemlə əlaqəsi, ondan sonra başqa aləmlər, misal aləmi, məsəl üçün o misal aləmi haqqında indi danışacağım biraz. Məna aləmidir də, öz bilirsiniz ki, misal aləmi, məna aləmidir. Onlar, yəni numerologiyada gedib, əgər sən eğitim alırsan, dərs alırsansa, sənə 3 ay numerologiyanın nəyi var, nəyi yox onu göstərir, onu öyrədir. Amma karma bilikləri, din bilikləri, ondan sonra bilincaltı bilikləri, başqa elmlərlə, qədim elmlərlə bu numerologiyanın əlaqəsi, onu gərək bir normal, yəni savadlı numeroloq olmaq istəyən öyrənsin. Alın yazısı ümumiyyətlə, bəli, orada biz artıq bir sözləri deyəndə bugünkü gündən
tez soruşurlar ki, insanların çoxu maraqlıdır ki, gələcəkdə nə olacaq? Yəni elə bil öngörü istəyirlər. Düzdür, biz öngörü olaraq ancaq məsəl üçün illər, zirvə illəri ki, hansı illəri ona düşərlidir, zirvə illəri, bir də sınaq illəri harda ehtiyatlı olmalıdır. Onları öz aramızda da, yəni numerologiyada bu nöqtə atışı olur. Yəni dəqiq. Bunları deyə bilirik. Amma siz dediyiniz kimi ki, o deyirsiniz ki, alın yazını özümüz yazırıq və mən də buna seçim deyirəm. Seçim. Çünki hər bir insanın seçim haqqı var. Əvvəllər lap gənc olanda mən düşünürdüm ki, əgər alın yazısı varsa, qismət varsa və bu yazılıb qoyulubsa, çünki belə deyirdilər. Dində də bunu üstü örtülü deyirlər, amma açmırlar da. Onda niyə işləyirik? Mən onda fikirləşirdim ki, onda axı çaba eləməyin, yəni hərəkət eləməyin, niyə bəs onda deyirlər, Allah deyib səndən hərəkət, məndən bərəkət və düşünürdüm bunun üstündə. Əlbəttə ki, düşünən insan araşdıracaq, baxacaq görək, harda nə var, harda nə yazıblar. Yəni o biliklərə vaxt var idi ki, biz çox acıydıq. Sonradan yavaş-yavaş 90-cı illərdən sonra, yəni 2000-dən sonra lap bütün bu şeylər ortalığa çıxdı. Deməli, biz o alın yazısını, o qisməti, onları başa düşmək üçün bilməliyik ki, misal aləmi var. Ümumiyyətlə, aləmlər çoxdur. Düzdür, deyirlər ki, 18.000 aləm var, bunun adını beləcə, o başqa bir, deməli, anlatımdır. Onu indi mən başlasam uzun çəkəcək. Ona görə onu 18.000 aləmi qoyaq bir qırağa. Ən böyük aləm, ən böyük məna aləmi, yəni misal aləmidir. O elə bir aləmdir ki, orada bütün dünyada baş verən hər bir şey, yəni məna olaraq yazılıb qoyulub. Necə? Məsəl üçün, bir tutaq ki, mənim bəxtim, taleyim, hər bir şeyim orada bir 100 variantda, 1000 variantda, bəlkə milyon variantda yazılıb qoyulub. Amma mən bugünkü gündə yuxarıdan gələndə bir ruh olaraq nəyləri, nə strategiya, bax, o biri verilişimizdə mən danışmışdım biraz strategiyadan. Nə strategiya olaraq seçib gəlmişəmsə, nədən istifadə edəcəm, o rəqəmlərimdən necə istifadə edəcəm və oradakı o misal aləmindəki ən gözəl variantı seçə biləcəmmi? Və yaxud orta variantı seçəcəm. Və yaxud mən o qədər tənbəl bir insan olacam ki, ən axırda qalan, ən sonda qalan, ən negativ bir variantı seçəcəm. Yəni, bunların hamısını insan seçə bilər. Və bugünkü gündə hər bir insanın çatdığı bir nöqtə var, çatdığı bir şey var və yaxud da 30-35 yaşına çatıb, düşüb qalxıb, yəni artıq qalıb belə ki, mən nə idim? O zaman numerologiya müraciət edir və orada mən artıq ona başa salıram ki, bax sənin alnıva yazılmayıb ki, sən elə bu cürə pul bataqlığı və pul qazana bilməmək bataqlığında boğulmalısan. Əksinə, sənə buradan sınaq veriblər ki, sənə buradan güc veririk, get bunları yerinə qoy. Numerologiya bizə göstərir ki, sənə hardan güclər var, sənə hardan bax, sənə güclü bir yönlərin var, onlardan istifadə elə. Sən də ondan tutub, əlbəttə ki, sən onu inkişaf da elətdirə bilərsən, onu belə yerində də saya bilərsən. Orta vəziyyətdə belə sadəcə elə düşdüyü bugünkü vəziyyətlə razılaşanlar da olur. Bax, buna deyirlər qismət, alın yazısı. Yəni, sizin dediyiniz kimi alın yazısını biz nə edirik? Özümüz yazırıq. Nə ilə yazırıq? Niyyətimizlə, əməlimizlə, hərəkətlərimizlə. Bütün bu, əlbəttə ki, biz bunu yazmağa bizim kökümüz soyumuz da kömək eləyir. Mən həmişə məsləhət görürəm ki, bax, nənəm, baban bundan keçə bilmədi, indi müəyyən bir tapşırıqdan. Sən keç, mütləq savabın onlara göndər. Deyir, niyə? Özümə bəs qalmadı. Deyirəm ki, onlara göndərəndə, onlar orada bir addım qabağa gedəndə, sən burada daha çox addım qabağa gedəcəksən. Niyə deyir, anan namaz üstəymiş, elə o məna verdi. Deməli, anası namaz üstə olmasa, bu öləcəkmiş, ya ilan vuracaqmış, ya dağdan yıxılacaqmış. Əslində o namazdan konkret getmir də söhbət. Yəni ananın o enerjisi, yəqin ki, bu mənada deyil. Bəli, mən istəyirəm ki, bunu izləyicilər də başa düşsünlər ki, bax, ən çox da cavanlar. Yəni alın yazısı budur. Mən bir dəfə şok oldum. Bir kəlmə onu da deyim. Bizim yanımızda orada aşağıda məsələn göyərti, tərəvəz satılan yer var. Orada məsələn hər dəfə oradan bir şey alanda bir evə, yəni orada pişiklər gəlir bəzən, orada dolaşırlar, keçirlər, gedirlər. Gördüm, oğlan kişi orada satıcı bir şey qovur. Dedim, niyə qovursan? O sənin ayağıva gəlib, sənin ruzindir. Ona bir tikə yemək ver ki, ruzin artsın daha da. Qayıtdı ki, siz bilmirsiniz, müəllimə, mənim ruzimi Allah yazıb qoyub.
Hə, mənim ruzimi deyir, mən ona yemək də versəm, mənim Allah yazdığı ruzidir, verməsəm də. Dindən Deməli çox olur bu adam. adamın o elə bilir ki, dinin içindədir. Cahil. Hə, cahil. Elə mən birinci sözüm oldu. Dedim ki, filan kəs sən cahilsən. Deyir ki, niyə? Dedim ki, çünki yəni o düzdür. Din adamlarından eşidib o sözü. Eşidib onlardan, din adamlarından Özü də eşidib. dərk Ancaq ona başa salan olmayıb ki, sən o ruzini sənə yazılan, bəli, yazılıb, Kəsilsən qoyulub. səndən də kəsiləcək. Bəli, sən yox, sən bunu kəsə də bilərsən, artıra da bilərsən. Bəli. Sən ona verərsən, söz artar. Sən bunu neujeli sən, yəni o dərəcədəmi sən onu anlamırsan ki, bu belədir. Nəysə, çalışdım ona biraz bir-iki kəlmə, yəni başa saldım. Hər dəfə görəndə onu, görürəm ki, indi bu adam, yəni görürəm ki, bir şeyləri yedizdirir. Ondan sonra da görürsən ki, əməkdir. Bu da mənim əməyimdir. Elə ki, hədər getmədi. Onu başa saldım. Deməli, o ruzi yazılıb qoyulub. Bəli, ruzilər sənin üçün cürbəcür yazılıb qoyulub. Sənin əməlinə baxılır. Sən o əməlinə nə qədər və sən adam var ki, pişiyi gedir, yedizdirir ki, mənim işim, gücüm getsin, mən qabağa gedim, mən nəysə ona məqsəd. Sonra görür ki, yox, olmur, deyir ki, nahaqdan mən pişik yedizdirdim. Yəni belə insanlar da var. Yedirdiyinə peşman olmaq Sənin olmaz. Allah qəlbinə baxır, niyyətinə baxır ki, sən onu hansı niyyətlə verirsən, hansı niyyətlə yedizdirirsən. Bax o zaman bəli, Allah səni bəladan da qoruyar, Allah sənin işini də irəli aparar. Bax alın yazısı, qismət budur. Yəni bunu biz özümüz öz həyatımıza çəkə bilirik. Necə deyirlər? Yenə deyirəm, öz hərəkətlərimiz, öz çabamız, öz əməllərimiz. Bu elə təkcə nənədən, babadan biz karma gətirməmişik ki, onların gördükləri işlərlə biz durub oturmuruq ki, bu dünyada öz əməllərimiz də var. Yəni kök, soy, sən bugün burada gözəl işlər gördükcə onlar da orada güclənir. Onlar da o zaman sənə nə olur? Sənin övladlarına daha da gözəl bir enerji gəlir. Orta əsrlərdə bizim coğrafiyada qədərilər təriqəti olub. Məsələn, bir pis adam mənə padşah gəlirsə, müdür gəlirsə, deyir bu Allahın qədəridir, bu belə olmalıymış ki, belə. Ondan sonra başqa təriqətlər yarandı, İslam özü deyir, zalimin zülmünə qarşı danışmalısan. Məsələn, kimsə mənim pulumu, əgər mənim müdür mənim pulumu kəsirsə, mənə qədərindən çox işlədib daha az pul verirsə, deməliyəm ki, Allah belə yazır. Amma bir də var, o mütləq qədər deyirlər. Məsələn, adam bu da bilmirəm, o özümüzün karmamıza, özümüzün qazanmağımıza aid yoxdur. Hər şey qaydasında gedir, pis adam deyil, amma qəfildən evdə yanğın olur, dünyasını dəyişir, yol qəzası olur, ürəyində nəsə dayanmaq olur və s. Bax, qəfil dəyişir. Bunu da mı özü qazanır, yoxsa mütləq qədər bir də cüzi qədər deyirlər. Bəli, cüzi qədər bu bayaq danışdığım seçimlərimizdir. Aha. Özümüzdən asılı olanlar. Özümüz cüzi qədər, yəni biz öz qədərimizi dəyişə bilirik. Cüzi qədər ona deyirlər. Yəni bu sənin evliliyin ola bilər, bu sənin seçimin ola bilər, sənin iş seçimindir. Ondan sonra hara gedəcəm, mən səyahət harda eləyəcəm? Bu əlbəttə ki, bu məndən başqa bir adam eləməyəcək ki. Mənim işimdir, gücümdür, mənim hərəkətlərimdir. Bunlar hamısı cüzi qədərlərdir. Amma iki dənə mütləq qədər var. Biri ölüm, biri də doğulmaq. Yəni çünki o uşağın bu dünyaya gəlmə tarixi hamısı yuxarıda bəlirlənir. Ruhlar aləmində. Onlar seçilir, yazılır. Hətta mən düşünürəm ki, məsəl üçün o əsl nəcabət, orada o rəhbər ruhlar var. Hər kökün, nəslin. Yəni onlar tərəfindən orada bəlkə də məşvərət gedir, bəlkə də məsləhət gedir ki, yerə hansı bizim kökə, soya hansı, məsələn, şəfaatçı mı lazımdır, yoxsa araşdırmacı mı lazımdır, yoxsa elə bir təkamül eləyən lazımdır ki, və orada artıq biz söz verib gəlirik o ölümə, ölümün saatına, ölümün, yəni seçim bu ruhun özünündür. Yəni özünün deyəndə ki, o mənə bir dər gəlir ki, o nəyə görə özünün? Çünki ona deyiləni qəbul edir. O durub özü demir ki, mən filan yaşda yerdən ayrılacağam yəni. Bunun qarşısına qoyulur ki, o da bir seçim kimi orada. Sən bunlardan yəni necə gedəcəksən, necə gələcəksən. Və o da yenə ruhun strategiyasıdır. Ruh elə bir strategiya seçir ki, cavan yaşda geri qayıtsın. Onunla o nə qədər bir təkamül eləyir, nə boyda bir təkamül eləyir, onu bir Allah bilir. Onu biz bilə bilmərik. Ona görə də mütləq qədər, yəni bizim doğum günümüz və ölüm günümüzdür. Onu heç kim bilə bilməz. Çox adam deyir ki, mən dua elədim, mənim balam ölümdən qurtardı. Bəli, qəzadan qurtarmaq olar.
Amma ölümdən sən dua ilə qutara bilməzsən balanı. Yox, aydındır. Çünki belə o qədər elə hadisələr olur. Ən ağır döyüşlərdən keçən burnu da qanamır. Amma maşınla gedir, yolda bir balaca bir şey olur. Yəni onu insan bilə bilməz. Onu kimsə deyirsə, bəzən deyirəm də, mənə sual verirlər televiziyalarda falan da. Elə sual verirlər, deyir filan kəs deyir belə eləyirəm, deyirəm onu heç kim eləyə bilməz. Elə şeylər var, o Allahın bir sir küpəsindədir. Onu heç kim aça bilməz. O deyin sözünüzü. Var elə kaldunlar, ondan sonra o işlə işte hətta bir neçə il bundan qabaq Rusiyada nə bilim mən yağışı saxlayan, külək əsdirən, onları da nə bilim, yəni onları da heç axırı yaxşı olmur. Bəli, o elə belə bir şeylər deyil. Çünki bu nədir? Sistemə müdaxilə eləmək. Adicə biz alma-vermə dəngəsini pozaraq sistemə müdaxilə edəndə sistem bizi necə cəzalandırır? Müəyyən bir orqanımız sıradan çıxır, işimiz, gücümüz düz gəlmir, pulsuz qalırıq. Amma sən təsəvvür elə, sən Allahın sisteminin məsələn küləyi əsdirirsən və yaxud yağış yağdırırsan. Onu bilmək çətin deyil. İstənilən, mən neçə də efirdə də demişəm. İstənilən falçı, cadügər, indi hər halda qonum-qonşu doluda tanıyacaq. Görün onların birinin sifətində nur varmı, bir gözəllik varmı? Əvvəli gözəl olan da getdikcə o negativ enerjiyə, o magiyaya o qədər qoşulur. Göz oyan bu yana baxır, boy balacalaşır, bel əyilir, qırışır. Amma o insanlara şəfa, nur verən insan sifətində bir nur olur, danışıqda təmkin olur. Belə anormal danışır, rabitəsiz danışanlar olur, sağa sola baxır, belə də indi mən burada göstərmək istəmirəm belə. Bu mistik suallara istəyirəm bugün elə daha çox ona gedək. Məsələn, bax, bəzi izləyicilər deyir ki, mən bacardığım qədər cavab vermişəm, amma deyirlər Kəmala xanım münasibətini bilmək istəyir. Bax, kimlərəsə ancaq yaxşılıq eləyir, amma bizə pislik eləyirlər. Bu pisliyi özümüz mü qazanırıq? Bax, mənim cavabım var, amma sizin... Çox maraqlı. Mən niyə pislik eləyirəm? Mən kimin toyuğuna daş atmışam ki. Amma bir də görsən cavab gəlir ki, kimin toyuğuna daş atmamısan ki. Özü bilmir. Bu bəzən elə olur ki, Səbuhi müəllim. Bəli, bu o qədər maraqlı bir sualdır ki, bunu bəli çox illər bundan öncə, bir 30 il bundan öncə Sergey Nikolayeviç Lazarev yenə deyirəm, bunu yazıb qoymuşdu, yazırdı, danışırdı bütün dünyanı. Amma insanlar yenə də qəbul edən qəbul edir, qəbul etməyə etmir. Yəni bütün öncə onu deyim ki, mən həmişə deyirəm bunu. Bizim, yəni dinimizin bizə təlqin etdiyi bir şey var. Ətrafında baş verən bütün hadisələri, bir də insanları olduğu kimi qəbul et. Yəni sən bunu edə bilirsənsə, qəbul edə bilirsənsə, zaten dəyişə bilmirsən onu. Sən kimi dəyişə bilərsən ki, sən kimsəni dəyişə bilməzsən. Amma yəni artıq neçə illərdir də yenə bu artıq o qədər danışılır ki, insanlar artıq bunu bilməlidirlər. Yəni elə bir artıq enerjiyə keçmişik ki, bu belə bir su içmək kimi asan bir şey olmalıdır insanlar üçün. Artıq bunu bilməlidirlər ki, biz bir-birimizin aynasıyıq. İnsanlar məsələn ən çox da bir yerdə yaşadığı ata, ana, bacı, qardaş, sevgili, ər, nə bilim uşaq, hətta uşaq evdə doğulan, yəni ailədə doğulan uşaq qız uşağı ananın yəni aynasıdır. Anaya onun edə bilmədiklərini göstərir. Və yaxud da ki, sən anam, bax busan, tutaq ki, ona elə bir aqressiv davranır ki, ona göstərir ki, bax, sən biraz yəni çox yumşaqsan, çox mərhəmətlisən, biraz sən də ötkəm ol. Yəni bax belə bir aynadan gedir söhbət. Və yaxud da ki, çox sevgi verən, çox mərhəmətli, belə otorite, belə bir ananın qarşısına çıxır. Nə göstərir ona? Deyir ki, sənin mərhəmətin çatışmır, ay ana, şəfqətin çatışmır, biraz sevgini çox elə. Bütün bunlar, yəni nədən bura gəldim? İndi gedəcəm o siz dediyiniz suala da. Biz bir tutaq ki, çox yaxşılıq eləyirik. Belə adicə balaca bir misal çəkəcəm. Çox yaxşılıq eləyirik və düşünürük ki, mən ən yaxşı insanam. Öncə onu deyim ki, insan yaxşılıq elədikcə düşünür ki, yaxşılıq elədim. Və yeri gəldi, gəlmədi edirsənsə sən bu yaxşılığı, yəni orada da dəngə, balans saxlamırsansa, bu yaxşılıq həddindən artıq sevgi vermək ola bilər. İstər ərinə, istər sevgilisinə, istər övladına, istər qonşuya. Yəni sevgi vermək nə deməkdir? O şitin çıxardırlar, bax belə loru dillə deyəcəm. Artıq həyəcan vermir. O şitini çıxardaraq qonşuya gündə hər gün bir qab məsələn yemək apararsan, bir gün onu verərsən.
Sabah görərsən ki, qonşu səni görəndə dalını çevirdi, üzünü çevirdi bu tərəfə. Deyirsən, bu qonşu mən buna yaxşılıq edirəm. Hər gün buna mən belə filan göstərirəm. Yəni bu niyə belə edir? Bunu sistem eləyir. Qonşuya heç eləmir, sistem eləyir bunu. Sistem deyir ki, sən niyə özündən məşğul olmursan? Sən niyə özünə baxmırsan? Sən niyə hamını məmnun eləməyə çalışırsan? Sən hardan ki o çox verdiyin yer var ha, oradan sənə ziyan gələcək. Mütləqdir. Bax bu, bəli gəlir, əlbəttə gəlir. O sənin lap belə nətər deyim, bir evdə yaşadığın ərin olsun, qadın. Mən bu barədə biraz danışmışam. Amma bu cəmiyyətin ən ağrılı bir yeridir ki, bunu qadınlar çoxsu bilmir. Nə qədər çox elə bilirlər ki, çox sevgi, şəfqət verərsə ərinə, yəni kişi xeylağına, bir o qədər onu çox sevəcək və yaxud da ki, indi hərənin bir məqsədi var. Biri bəlkə deyir ki, daha çox pulu xərcləyər ailəyə, daha çox, nə bilim, mənə sevgi göstərər, yəni. Amma əvəzində nə olur? Əvəzində durduğu yerdə kobudluq görür və yaxud da ki, ən azından kişinin işi gücü yaxşı getməməyə başlayır. Çünki nə olur? Bax, ən birinci deməli, reaksiya kişinin ona qarşı kobudluğu, ondan sonra poçqada axı, yəni ondan sonra kişinin işinin gücünün zəifləməsi, sonra yaxşı getməməsi, ondan sonra o kişinin evdə gəlib dava salması, sonra o davadan uşaqların deməli ziyan çəkməsi, ziyan görməsi və nələr baş verir? Bir yandan qadın travması, bir yandan uşaq. Yəni belə bax, uzun sözün qısası, qadın ailədə çox vacib bir şeydir, vacib bir, yəni elə bil ki, ocaqdır da, o orta bir mərkəzdir. Hər şey oradan başlayır. Ona görə də bax o sevgi verməkdə də. Sonra biri deyər ki, mən yol gedirdim, nə bilim məni deyən var ki, it qapdı. Və yaxud tutdular məni, döydülər, ay nə bilim, sataşdılar, neynədilər. İnanın ki, vardır bunun da bir səbəbi. Harda var onun səbəbi? Sənin hiss və duyğularında ola bilərmi? Ola bilər. Çünki sən ola bilər və əli qolu sallaya-sallaya gedirsən, amma içində bütün dünyanı vurmusan bir-birinə. Sən qəlbində, içində. Və ona görə də burada elə bir o natarazlıq, bax, enerji natarazlığı, yəni taraz olmayan bir enerjilər yaranır ki, sən özün çəkirsən onu. Çəkirsən düzdür, Allah elə ona görə deyirlər ki, Allah qəzadan, bəladan saxlasın və yaxud da ki, Allah pis insanlara rast salmasın. Yəni bu da bir duadır. Bu, bəli, eləməliyik. Eləməliyik. Bəlkə, məsəl üçün, mən beynimdən 1000 dənə şeylər keçirdə bilərəm. Allah eləməsin ki, mən də yol getdiyim yerdə pis bir insana rast gəlim ki, yəni onun da və yaxud da ki, avtobusda və yaxud da ki, ictimai bir yerlərdə. Buna görə mən həmişə deyirəm ki, qrupda da deyirəm, ümumiyyətlə danışanda da deyirəm ki, üzümüzü Allaha tutub, bilirsiniz nə deməliyik? Allahım, həmən bu durumu yaratan, yəni, bax, içinə düşdüyüm bu durumu yaradan, içimdə, qəlbimdə hansı hiss və duyğular varsa, məni ona görə bağışla. O qədər önəmli bir şeydir ki, inanın ki, deyin bunu, ondan sonra nöqtəni qoyun, pozitiv qoyun həmişə nöqtəni. Ondan sonra aralanın. Heç kimə də, nə ailə üzvə, nə övladınıza, o deyirlər, o yapışqan sevgi. Yapışqan sevgi ilə yapışmayın. Nə ərinizə, nə sevgilinizə, nə uşaqlarınıza, heç kimə. Düzdür, indi ana-bala sevgisi başqa bir şeydir. Amma orada da artırmaq olmaz. Bəli, olmaz. Çünki sən ən sevdiyin insanı, o verdiyin o böyük sevgi ilə xəstələndirə bilərsən. Ən azından bunu bilsinlər. Bəli, tamamilə doğru. Bir də Kəmalə xanım, sizə analar çox müraciət edir bildiyim qədər və elə mən də həmişə tövsiyə edirəm ki, analar müraciət eləsin, uşaqlarının gələcəyi falan üçün. Bir neçə xanım, Ziyalı xanım məndən soruşdu ki, indi düzdür, çoxsunda 1, uzaq 2 uşaq vardı, amma bəzisində 3, 4. Deyir Kəmalə xanım, bizim uşaqların arasında ünsiyyəti yaxşılaşdırmaq üçün bu numeroloji təsnifatlar kömək edə bilərmi? Məsələn, deyir, baxsan, uşağın 3-ü bir cürədir, biri bir cürə, bəzi deyir, hərəsi bir cürə. Məsələn, deyir, o rəfiqəmin bir qızı var, hardasa deyəsən, dekabrın əvvəli siz ona analiz düzəltmişsiniz, deyir, mən heyran qaldım, elə bil ki, uşağı bu böyüdü, Kəmalə xanım böyüdü, dəqiq elə bil uşağı bilir və ram elədi anası. Anası bildi ki, o kəşfiyyat edirsən, bir qalaya hücum eləməmişsən, o zəif tərəfini, açıq tərəflərini tapdığın kimi, deyir, anasından artıq deyir, başqa uşağın da kinli baxışı, çatma qaşı mülayimləşib, təbəssüm dolu olub. Deyir, mən çox inandım, amma bu sahə ilə də məşğul ola bilər. Məsələn, bunun 2 qızı, bir oğlu var.
Oğlan ortancıldır deyəsən. Hə. Nəsə dedi, mən istəyirəm, bax o uşaqlar hərəsi bir cürədir, hərəsi bir baxışı var, bir olsun baxışlar müxtəlif yaşda, amma deyir bir-birinlə ortaq məxrəcini mən tapmaq istəyirəm. Bircə dənə deyir onu istəyirəm ki, yəni bu mümkündürmü, necə olur, biraz diqqətlərlə az çəkmək üçün istəyirəm izah verəsiniz. Niyə də mümkün olmasın? Numerologiyada ümumiyyətlə mümkün olmayan bir şey yoxdur. Sinerji analizindən tutmuş, insan münasibətlərinə, hətta bacı-qardaşın münasibəti belə analiz olunur bizdə. Yəni təsir olur onlara. Əlbəttə ki. Çünki sən orada deyirsən ki, bax bu belə olsun, bu belə olsun və yaxud da ki, ən azından anaya onu başa salırsan ki, və yaxud da ki, qadın-kişi münasibətində orada başa salırsan ki, bu nəyə görə belədir? İnanın ki, insan başa düşəndə öncə şok keçirdir. Ondan sonra deyir, hə, bu buna ona görə o sözü mənə deyirmiş və yaxud da ona görə bu hərəkəti bu edirmiş. Həqiqəti bilir. Hə, onu bilir, başa düşür. Ondan sonra getdi, bitdi, artıq o problem yoxdur. İnsan başa düşən kimi o problem yoxdur. Qaldı ki, uşaqlara bax, Səbuhi müəllim. Bax, belə də olsa, belədir. O ya zəlzələdən, ya vəlvələdən uşaqlara analiz olunmalıdır. Niyə görə? Bax, 30 yaşında bir oğlana, tutaq ki, 30-35 yaşında da indi cavanlara mən analiz edirəm. Orada tutaq ki, onun mən anında görürəm də, məsəl üçün o çakra düzümündən mən görürəm ki, bu adam ya içkiyə, ya siqaretə, ya da narkotikə bağımlıdır. Bağımlı bilirsiniz nədir? Məsələn, meyilli olmaqdan başqa bu bir dəfə onu qəbul etsə, artıq buna öyrəşəcək. Yəni asılılığı var belə şeylərdən. Bu yeməkdən, içməkdən də ola bilər. Qadın olarsa biz çay, kofe falan filan bu da olur. Yəni amma ən çox məsələn kişi xeylaqları olan kimi və mən deyirəm, boynuna da alır. Deyir də ki, bəli, bu belədir. Əlbəttə ki, mən onu həmişə gizli saxlayıram. Yəni heç kimin numeroloji analizini mən durub nə ixtiyarım yoxdur, yəni də o karma yaradır. Durub kiməsə deyəsən. Amma ana, məsəl üçün nəyə görə mən deyirəm ki, kiçik yaşlarından eləyin. Heç olmasa bir 10 yaşından, heç olmasa bir 7, 8, 3 olsun lap yaşı. Çünki ona 3 yaşında etdiyimiz analiz 70 yaşında da həmən analizdir. O planetlərin dəyişməsindən astrologiyadakı kimi asılı deyil ki, bu səndən gələn rəqəmindir. Mən o rəqəminin sənə bütün pozitiv tərəflərini, hardan necə getməyini, bu uşaqla necə davranılmasını anaya başa salıram ki, bu uşağı hara ver, hansı sahəyə yönəlt və yaxud da ki, düzdür, axır vaxtlar çoxdur. Yəni bu 9, 10, 11-ci sinifdə oxuyan uşaqların yəni analizi çox gəlir. Bir də sinerji analizi çox gəlir və onlar ki, bəli, bir seçim edə bilmir. Uşağım biraz da insana biraz maraqlı gəlir. Çünki hər kəs yəni o iradə sahibi deyil ki, hətta uşaqlıqdan ki, məsələn, mən bunu seçdim, gedirəm bunu alacağam. Uşaq oturub fikirləşir, gedimmi, getməyimmi, olarmı, olmazmı? O dəqiqə hamıda şey olmaq istəyir. Kompüter mühəndisliyi. Deyirəm ki, kompüter mühəndisliyi, bax buradan da deyirəm, izləyicilərə də deyirəm. Düzdür, kompüter mühəndisliyi bu dəqiqə zamanənin nəbzini tutan bir şeydir. Amma o kompüter mühəndisliyini demək olar ki, kompüteri yüksək səviyyədə hər kəs bilməlidir. Əgər sən o iş həyatına atılırsansa bilməlidir. Amma bu yapay zəka, süni intellekt olan bir vaxtda sizcə gələcəkdə hansı peşələr daha aktiv olacaq? Hansı peşələr bizə pul gətirəcək? Ancaq belə ruhsal elmlər məncə düşünürəm. Bəs quruculuq? Quruculuğu yeri gəndə layihən əllə görülən ustalar, ev tikmək, dizayn etmək onu, paltar tikmək, remont. Bax bütün bunlar mən deyirəm ondan sonra get sən mühəndis ol. Yəni həm də kompüter mühəndisliyini öyrən. Əl işi qalacaq yəqin ki. Layihəni ola bilər o süni intellekt həll eləsin, smetanı tutsun, proqramlıq eləsin, amma tikən yerə deyirsən. Ola bilsin ki, mühasibatçılıq və bunların işini çox görəcək şey. Yapay zəkanın, süni intellekt hesablama. İnsanlar işsiz qalacaq. Hə, o işsiz qalmasa da, məsələn, ola bilsin ki, onun daha elə yönləri olacaq ki, bəli, insan görəcək, amma ən asan, ən çətin yönlərini o görüb qoyacaq ortalığa. Məsəl üçün, proqramlar asanlaşır, gündən-günə. Özdə 2026-dan sonra bu lap belə açılacaq, 2030-a qədər çox. Ona görə mən deyirəm ki, bax, fikirləşin ki, harada əl işi, əl əməyi var. Bişirmək, düşürmək, qurmaq, tikmək, yaratmaq. Bax, onlar pul o sahələrdən gələcək, təmir, ondan sonra gəlib yapay süni intellekt gəlib orada gedib ev tikməyəcək.
süni intellekt hesablayacaq elə o sən orada o Onda əmri sən verəcəksən, hesablayacaq öz başında Ay sağ ol. eləmir. Nəysə bu şeylər var. Sonra uşaqlardan danışırdım. Uşaqların bir də özünüz bilirsiniz ki, 2 dənə bəla var da, ən böyük bəla. Biri o uyuşturucu, yəni narkomaniya, biri də ki, Allah uzaq eləsin hər kəsin övladından. Bir də o eşcinsəllik, bu barədə biz danışmışdıq. Əgər numerologiyada görünürsə və onu körpə vaxtı çıxanda o uşağı yönətmək mümkündürsə, niyə də elətdirməsinlər analiz? Bax, görürsünüz nə qədər özdə axır vaxtlar çoxalıb. Yəni, hətta yuxarı siniflərdə olan uşaq, məsəl üçün, uşaq qalıb belə. Uşaq deyir ki, mən nə hiss eləyirəm, mən bunun içindəyəm, mən nə, onu doğru düzgün yönəldirsən, uşaq elə bax, nəfəs alır ki, bu yemiş, mən qalmışdım belə, görəsən mən, yəni, nəyəm, kiməm, niyə, yəni, bu şeylər baş verir məndə. Və inanın ki, baxırsan ki, artıq 9-cu sinifdə oxuyur, orqanları belə dəyişmək, o içəridə məsəl üçün, o uşaq dünyaya gətirmək üçün orqanlar var. Həmən onlar artıq deformasiya uğramağa başlayıb. Amma başa düşür, bir şeyləri anlayır, yəni onu qəbul edir. Qarşı hormonlar təmizlənir. Ananın da fikrini dəyişirik. Baxırsan ki, ana deyib ki, baxsa, mənim uşağım belə olsa özümü öldürərəm. Məsəl üçün. Və yaxud da ki, mən nə bilim, o qədər elə analiz edəndə çıxır, indi yadıma düşür ki, bəzən heç vaxt mənim uşağım belə olmaz, amma görsən o dediyi kimi olmaz. Belə bir qadın var idi bu yaxında, mən boşansam dəli olaram. Yəni, deyirəm, sən bir fikirləş, sən fikirləş deyirəm, gör nə deyirsən bu dəqiqə. Sən buna bu dəqiqə əstağfurullah deyib tövbə eləməsən, sən boşanarsın. Bu dedin, o şübhasından çıxdı. Mən boşansam deyir, məsələn deyirəm ki, bax bunu belə elə, belə elə, yönəldirim, deyirəm, sən sizin xəbəriniz var ki, mən boşansam dəli olaram. Yəni düzdür, anında o dəqiqə başa düşür, başlayır, iptal eləyir. Yəni iptaldır, mən heç vaxt iptal eləmək demirəm, deyirəm, əstağfurullah elə, tövbə elə, hətta tövbəni də verirəm, kömək edirəm ki, bax, bu cür. Və yaxud da ki, kimsə o ikinci seansı alıb, o özünü o karmalardan, yəni çakra, onları təmizləmək istəyəndə, inanın ki, lap belə sıfırdan başlayırıq onlarla, sıfırdan. Öncə təmizlənmə, sonra artıq özünə izin vermə, onu da dalayacam başqa bir şeylər. Yəni, öz əllərindədir. 9-cu sinifdəyiz, mən bir tanışımın uşağı deyir ki, eyni ildən oxuyan sinif yoldaşları var. Deyir, paralel sinifdə də misal üçün də Həsənova Cəminə var. Tutaq ki, 2005 təvəllüddür. Bizim sinifdə də Həsənova Cəminə də var. Deyir, orada tutaq ki, doğum günüsüz də proqnozlar hazırlayırsınız, nəsə analiz hazırlayırsınız. Onları necə fərqləndirmək olar? Deyir, tamam fərq. Biri balaca boy qaradır, biri ağ uzundur. Deyir, bunu necə, deyir, məsələn, ayırt eləyə bilir Kəmalə xanım. Məsələn, ikisi də eyni tarix. Tutaq ki, ikisi də 2005-dir, ikisi də adla da deyirsə, Həsənova tutaq ki, Zəminədir. İkisi də. Ya onların tarixində fərq olur, ya da ki, onların doğum günündə təbii ki, doğum günü fərqlidir deyir. Doğum günündə fərq olur. O fərqdən tuturuq biz. Məsələn, 2 nəfəri qoysalar, məni yoxlamaq üçün gətirib ki, ya bunun mütləq nəyindəsə fərq olacaq. Ya doğum tarixində, ya ad soyad. Ən çox ad soyadda olur. Doğum tarixi çoxdur. Üst-üstə düşən doğum tarixi çoxdur. Ona görə atasının adı onda fərqli olacaq da yəqin ki. Ata adı ilə heç bizi ilgiləndirmir. O şeyləmir. Amma məsələn, buradan yadıma düşdü o rus, yəni ekolu ilə doğum tarixi ilə o qədər adamlar var ki, o doğum tarixini hesablayıb. Orada məsəl üçün bir xanım var idi bizdə. O müraciət eləmişdi. Reklamı çox belə güclü gedən bir xanımdır. Bu dəqiqədə onun reklamı gedir. Azərbaycanda. Azərbaycanda, bəli. O xanım, məsəl üçün, onun rəqəmləri ilə ona baxıb, hesablayıb demişdi ki, səndə elə bir enerji var ki, halbuki xanım yəni, çox ağır vəziyyətdədir, işləmir, eləmir, əri ilə boşanma təhlükəsi var. Yəni, səndə Heydər Əliyev, Kəmal Atatürk, səndə şey var, enerjisi var. Boşan, get xaricə, get puluvu parva qazan, get özünü saxla. Özü 100% boşanmışdı deyə elə deyir. Niyə bilim, vallah bilmirəm onu. Sən əgər boşanmaq istəyirsənsə deyir, sən bu boşanma çıxır da burada, sən boşan da. Bu da deyir ki, boşanmaq istəyir. Əslində, biz numerologiyada orada bəli çıxır ki, bu adamın ailəsində problem var. Amma mütləq mən ona deyirəm ki, sənin boynuvun borcudur, söz verib gəlmirsən ki, mən gözəl ailə olacam. Biz hardan söz veririk, nəyi sevirik, oradan sınanırıq. Nəyə də nifrət edirik, yenə oradan sınanırıq.
Bunu sən bil. Qız o qədər yəni düzdür mənə çox alqış elədi. Çox, yəni indiyə qədər də bizim qrupda da hər dəfə də deyir ki, mən necə, yəni bu necə olan şeydir ki, mən o yəni bu şeyin içinə düşdüm, getdim, soruşdum. Nə yaxşı ki, gəldim sizə analiz elətdirdim. Yəni bu baxırsan ki, sən bir insanın adı, soyadı da var. Onlardan da sən nə gətirmisən? Sən orada bugünkü gündə sənin əlində nə var? Sənin əlində sən bu adam heç çörək pulunu zorla tapır. Bu dursun əlinə, dursun getsin xaricə, orada nə bilim mən neynəsin, neynəməsin. Nə isə, yəni nə isə. O qədər elə şeylər eşidirəm. Yox, sadəcə indi bu iki ad, soyad və il eyni olmağında onlarda nə qədər olmasa üstəşən xüsusiyyətlər olar da. Əgər karma eynidirsə, məsələn, ad, soyad eynidir, hə? Amma bax, indi belə deyək də, ad, soyad eynidir. Çakraların düzümü, oradan gətirdiyi karmalar eyni ola bilər. Amma orada onun doğum tarixində mütləq bir dənə seçə var. Oradan karma başqadır. Çünki doğum tarixi ilə də karma var, o tərəfdən də var. Oradan karması, orada onun huzurxanəsi, gücxanəsi, oradan onun bilincaltı ən vacib bilincaltısı, sonra onun xarakteri, bütün bunlar dəyişik olur. Bircə dənə rəqəm düz gəlməsə, orada hər şey dəyişir. Hər şey, bütün proqram dəyişir. Və sən də onu artıq bilirsən ki, bəli, bu adam buradan gedir. Əsas məsələ bilincaltıdır. Bilincaltı sənin qarşında olanda... Həm də tutaq ki, o zəminənin biri bugün sizə müraciət edir, biri bir ildən sonra. Bunlar da əhəmiyyət dərəcədir. Bu bir ildə sizdən öyrəndiyini, o birisi bir ilə hələ bəlkə də artıq o gücü, o etap keçmiş olur, yaxud da hər halda da bu daha tez reysə düşür. Bu şeylər də var. Ruhun strategiyası odur. Məsəl üçün, elə ruh var ki, o deyir ki, mən 0-9 yaş arasında təkamül eləməyi seçirəm. Orada söz verir, ona gəlir. Baxırsan ki, bu uşaq 0-9 görünür orada. Rəqəmində ancaq xəstə yatıb, xəstə olub, balitalarda yatıb. Elə ödüyüb də yəqin. Ay sağ ol. Bax, strategiyanı burada. Deməli 0-9 yaşında bir də başqa bir dönəmdə seçir. Yəni biz onu o dəqiqə görürük. Məsəl üçün bu hansı dönəmləri seçib ki, mən təkamül edəcəm. Yəni onun və yaxud da ki, bu bugünkü günə qədər o təkamülü edə bilib ya yox. Əlbəttə ki, bir kəlmə sual verirəm. Mən artıq o özü deyir ki, hə, Kəmal xanım, mən tok vurmuşdu, ya bir qəzaya düşmüşdüm, ya şey oldu, filan oldu. Yəni Yaycındır. Artıq 50-ci dəqiqəyə çatır. Bir izləyicilər çox sual verir. Mən yenə demək istəyirəm. Deyir, məsələn, telefon nömrəsi, maşın nömrəsi, bunu dəyişmək. Məsələn, bir numeroloq, bir dostum var, yaxın dostumdur. Elə bu gün də görüşəcəyik inşallah. Deyir, gedir bir numeroloqun yanına, deyir ki, kartını dəyiş. Neçə ilin başqadır. Telefon nömrəni dəyiş. Bu da müəyyən qədər orta iş adamıdır da. Bəlkə də 2000-3000 nömrə var. Deyir, hamısını dəyiş. Rəqəmin axırında mütləq 8 olsun, falan olsun. Pasportunu dəyiş. Get pul ver, doğum tarixini dəyiş. Yəni orada yazılan falan, nə bilim, soyadında falan şey elə, falan zadə elə. Səndə ovdur. Nə bilim, belə deyir, dedim bunu, deyir, onunla da deyir, görəcəksən, hər şey əla gedir. Bu da deyir, mən bu boyda sənət, mən şirkətdəyəm, nəyəm, necə eləyim. Bax, indi o telefon, maşın nömrəsini dəyişməklə nə etmək olar, nə qazım olur, yaxud dəyişməməklə uğura necə çatmaq olar, yoxsa ümumiyyətlə əhəmiyyət verilməsin. Bax, o zadə ilə ovu dəyişmək haradasa ağla batandır. Niyə görə? Çakrada məsələn Z hərfi artacaq, artıq biri var. Amma orada da o birisində də bir önəmli olan O hərfi var. Yəni ailə çakrasını dolduran bir hərfdir. Z da pul çakrasını dolduran hərfdir. Amma indi gəlin baxaq görək. O zadəni neçə yaşında eləyir bu adam? Tutaq ki, bir adam 50 yaşında gedir özünü zadə eləyir. 40 civarındadır demək olar ki. Mən baxıram, həmişə fikir verirəm. Əgər uşaqdırsa, cavandırsa, çox yəni cavandır, 17-18 yaş olsun, yəni bilirəm ki, bu gündən sonra bunun aktiv çağı var da. O aktiv çağında o şey, o zadəsidir, o ovdur, ona kömək edəcək. Amma yəni artıq sən bu yolla gedirsən. Sən orada başqa bir şey seçməlisən. Orada artıq mən sənin durum deyim ki, gəl sənin adını dəyişək, gəl sənin nə bilim mən nəyi dəyişək. Xeyr, insanın bax bilirsiniz nədir? Nömrə. Bax maşın nömrəsi verirlər. Sonra telefon nömrəsi verirlər. Deyirlər ki, get bu. Cəmaət də gedir tapır alır. Yəni var o şeylərə düşənlər.
Yaxşı, bu adama görəsən bundan başqa mənə çox maraqlıdır. Verdi ki, get bu telefon nömrə. Ondan başqa bir məsləhət Heç görürmü bir ona? şey demirdi. Bunu elə hər şeydə yaxşı olacaq. Düzələcək, Yaxşı da pulunu alır. Ağla gəlməyən dərəcədə. Hə. Deyir iş adamıdır da. İndi deyir nə edeyim? Deyirəm heç nə. Mən razılıq vermirəm, amma dedim Kəmalə xanım müraciət. Bu sizin verilişdən, bizim verilişdən qabaq deyirdi. O gün bir daha söhbət oldu. Dedi məndə iş getmir. Dedim indi bizim verilişə baxarsınız və dedim zəhmət olmasa müraciət elə. Gör onsuz nə eləmək olar. Çünki deyir hələ də fikirləşir ki, mən bu boyda kartlarımı necə dəyişim, nə bilim neçilin kart. Yaxşı olmazmı ki, məsəl üçün sən o rəqəmləri elə onun özünə verəsən. Yaz ver o rəqəmləri yox, mən o bilmirəm indi hardan hesablayıb, amma hər bir insanın biz pin kod deyirik ona. Onun doğum rəqəmləri ilə hesablanmış 9 rəqəm var. Onu bütün numerologlar bilir. Ən belə uşaq da bilir. Yəni örgədir. Yəni istəyən oturur YouTube-a da baxar, yəni oradan nəsə bir hardansa hər yerdən araşdırar, tapar. O 9 rəqəmi verirəm mən hər kəsə ki, bu sənin pin kodundur. Yəni sənin uğur rəqəmlərindir. Oradan da birinci 4 rəqəm onun pul kodu deyirlər. Hamının yəni cəmaatın ağzına düşüb. Yəni deyir hamısını 8 elə. Hə, ya hamısı 8 elə nə olacaq onda? Yəni bu ola bilməzmi ki, sən onu yaz ver ona başa sal ki, bu sənin rəqəmlərindir, bu sənin uğur rəqəmi. Ümumiyyətlə bir dənə ən vacib uğur rəqəmi var, o da yaşam yolu, qədər yolu deyirlər, missiya. Yəni mən onu sizə demişdim və bu barədə danışmışdıq, bu düzdür, bizim uğur rəqəmimizdir, amma o bizim sıxıntı rəqəmimiz də ola bilər. Çünki bizim hər işimiz oradan gəlir, pozitivimiz də, negativimiz də. Yəni biz tutaq ki 8 rəqəmin bu demək deyil ki, sən başında tac belə həmişə pullar, paralar axacaq sənə. Sən elə bir borca düşə bilərsən ki, nə olsun 8-sən. Sən yəni biz o dəqiqə onun başqa bir şeyləri də var, onlara da baxırıq. Amma bir insana sən buradan məsləhət görməzsən ki, bax bu yolla get, bunu burada belə elə, bunu buradan bu işi gör. Yəni elə rəqəmlər var ki, onlar mütləq Allaha bağlanmalıdırlar. Mütləq. Yəni ayrı yolu yoxdur. Başqa nə istəsən xeyri yoxdur. Məsələn, elə uşaqlar var ki, onlara ailədə 0-9 yaş arasında onlar ailədə seçilirlər. Ya ailə onları elə bir ki, o kənarlaşdırır, ya çox fikir verirlər, sevilər, ya da ki, heç fikir verilməz. Elə bir ailənin balaca uşağı olur, ya böyük uşağı olur. Əziyyət çəkir bu uşaqlarda. Yəni onu anaya mütləq deyilməlidir ki, bax bu uşağa belə fikir ver. Yəni buradan yəni bax. Yəni burada hərəkət mütləqdir. Orada mən 1000 dənə o rəqəmi verdim. Lap tutaq ki, mən bir uşağı analiz eləyirəm. Rəqəm verdim, dedim ki, gedin bu uşağı ancaq bu rəqəmlərlə böyüdün. Yəni nə əhəmiyyəti var onun? Axı biz insan yetişdiririk. Biz rəqəm yetişdirmirik. Biz burada bir nə bilim nəsə bir nə deyim, sistem qrup bir nəsə bir şey eləmirik. Biz insan birinci növbədə mən həmişə deyirəm, insan olmalıdır. Ondan sonra o özünü öyrənməlidir ki, mən nəyəm, kiməm, nəyə gəlmişəm. Yəni o insan olmaq bilirsiniz nəyə deyirəm? O mərhəmət, sevgi onun içərisində olmalıdır. Ailə birinci növbədə bunu verməlidir uşağa. Və bir şey də deməli çatdırmaq istəyirəm ki, ana uşaq ilə bağlı. Bax, evdə uşağın tərbiyəsinin, bax, çox vaxt gəlirlər, məsələn, uşağın artıq 10 yaşı var, deyir ki, analiz edir, deyir ki, uşaq sözümə baxmır. Uşaq məni heç saymır, ana deyir də. Baxıram ki, bax, ailədə artıq buraxılıb, bir neçə şey artıq izin verilib ki, bu uşaq bu vəziyyətə gəlsin, çıxsın. O izni kim verib? Ana ilə ata. Ana ilə atanın münasibəti birinci növbədə ailədə, mən demirəm, ideal hər bir ailədə olur. Elə bir münasibət olmalıdır ki, ata öz yoldaşına və anaya elə bir qayğı göstərməlidir ki, uşaq səhərsi gün, məsəl üçün uşaq istəyir 5 yaş olsun, 10 yaş olsun, o belə çönüb baxanda uşaqlar var ki, məsələn, mən analiz eləndə görürəm, atasının elə bir ki, dediklərini eləyir, atasının xoşuna gəlməyə çalışır, ananı saymır. Hə, buradan o dəqiqə sənin ağlına nə gedir? İnsanın beyninə. Deməli, ata ananı saymır. Uşaqların yanında onu, sözünü, o nənəmin sözü olmasın, cücərtmir. Yəni, ata ilə ana sözü bir yerə qoymalıdırlar. Yəni, o dəmir ikisi də birdən vurulmalıdır. O əzilməlidir. O iki ata ilə ananın sözü bir yerə düşərsə, uşaq səhərsi gün heç vaxt anasına kobudluq eləyə bilməz, ya atasına kobudluq eləyə bilməz, ya birinə baxıb o birisinə cavab verməz.
O bilər ki, bəli, ata ilə ananın sözü bir yerdədir. Atam, yəni anasına kobudluq eləyərsə, ata o uşağın ağzının cavabını o dəqiqə verər və yaxud da ki, ona bilər ki, necə tərbiyə eləmək lazımdır. Atadan çəkinər və yaxud anadan çəkinər. Yəni bu artıq bu münasibətlər, yəni ata ilə anadan başlayır. Sonra keçir uşaqlara. Uşaqlar istər-istəməz elə olanda ata ilə ana çəkişəndə uşaqlar ikiyüzlü ola bilir. Uşaqlar yalancı ola bilir. Uşaqlar nəyinsə xatirinə, yəni artıq burada insanlığın biraz da diqqətdən kənarda qalır istər-istəməz. Çünki o ata-ana bir-birinə enerji raketləri atdıqca biraz kənara çəkilə bilir də, episentrdə olmayanda da. O da başlayır öz-özünə bəlkə də mənfi bir şey formalaşmaq olar. Mənfi hər cürə şeylər formalaşır. Hər cürə şeylər başqa yerdə adam axtarır, o da bilmir yaxşıdır, yoxsa pisdir. O yolunu azan uşaqların çoxsu ondan doğur. Ailədə uşaq başa düşməlidir ki, bu mənim anamdır, bu atamdır. İkisinə də hörmət qoyulmalıdır, ikisinə də qulaq asılmalıdır. Yoxsa bəli, hə, atam evdə məsələn işləyir, pul qazanır. Atam gedir, gəlir, anamın da cavabını qaytarır, anama kobud davranır. Deməli, mən də anaya kobud davrana bilərəm. Yəni, bax, belə bir tendensiyadan danışıram. O yüzden heç ata ola bilsin ki, heç dalaşmırlar da. Ana qadını, məsəl üçün ananı saymır da belə deyək ki. Ona görə də ananın sözü eşidilmir uşaq tərəfindən. Amma uşaq tutaq ki, qızdırsa, dərk eləməlidir ki, axı mən belə düşünürəmsə, sabah mənim həyat yoldaşım, mənim atam 10 yaşında uşaq nə düşünəcək? Mənim atam kimi olub mənə belə deyər. Bilirsiniz 10 yaşında, 12 yaşında, 13 yaşında, hətta 15 yaşında uşaq onu heç vaxt düşünmür. Heç ona oturub sən belə desən də ki, sən bugün bunu edirsən, sonra sənin övladın da sənə belə olar və yaxud da ki, bu belədir, elədir. Çünki uşaq heç vaxt deməklə tərbiyə olunmur. Uşaq gördüyü ilə tərbiyə olunur. Uşaq nəyin içinə düşürsə, bəli, nəyin içinə düşürsə orada. Sonra ana da məsələn görürsən ki, ana da lap savadlıdır, ana da bir yəni özünə hörmət qoyan bir qadındır. O da depressiya düşür. O da deyir mənim uşağım niyə mənə belə cavab verməlidir və yaxud yəni özü də bilir ki, hardandır, amma nəyi dəyişə bilər? Orada deməli hər şey hardan gəlir? Başdan gəlir, yuxarıdan gəlir. O ata ilə ananın münasibəti, bax ona görə deyirəm ki, o kişilər də, qadınlar da bilməlidirlər ki, əgər uşaq ən belə şeylə desək, sözə baxmırsa, tərbiyəsizlik eləyirsə və yaxud da ki, acığa bir işlər görürsə, illaha mən ananın acığına və yaxud atanın acığına, yəni bir işlər görürsə, bilin ki, orada onun kökü sizin özünüzdədir. Çox sağ olun Kəmala xanım. Bir saat oldu, yaxşı danışdınız, çox məmnun qaldım. Ümumiyyətlə 2026-2-lərdən sizin verilişlərdə çox məmnun qalıram. Özüm də həm öyrənirəm, həm baxıram, həm də bəzi şeyləri deyəndə, məsələn, mənim açığını etiraf edirəm ki, 2026-cı siyasi proqnozların bir çoxunda sizin o numeroloji dilmə də yatmır. O qədər rəqəmşünas demişəm. Rəqəm elminin o bəzi sizdən oğurladığım, belə deyək, söhbətinizdən oğurladığım sirlərindən istifadə edib biraz da dəqiqləşdirmişəm, dumanını təmizləmişəm. Yəni rolu böyük olub. Belə deyək də, siz onları bilirdiniz, prosta sadəcə o insanın yadına düşüb işlətmir onu. Biz sizdən nə qədər öyrənmişik, o qədər görmüşük əvvəldən. Yəni siz indinin biləni deyilsiniz də. Yox, biraz da mənə, məsələn, bəlkə də bu rəqəm elmini biraz mənimsəməsəm, bəlkə də bu proqnoz bilmirəm, olar olmaz, qoyardım qırağa, amma ona da əsaslanıb biraz o 25 proqnozumun 4-də, 5-də ondan yararlanmışam. Dəyərli dostlar, gələn verilişimiz xüsusi buraxılış olacaq. Azərbaycanın numeroloji xəritəsi. Hardan gəlirik, hara gedirik, bu şeylər niyə baş verir? Qarabağı niyə məhz 2020-də, niyə 44 günə, niyə sentyabrda, payıza doğru elədik? Çox sensasiyon olacaq. Bu sifarişdir sanki. Bizə o qədər adamları, amma biz ikimiz üzərində işləyirik, daha çox yük təbii ki, Kəmala xanım üzərinə düşəcək. Vaxtilə biz qəzetdə biraz toxunmuşuq biraz. Amma niyə? Bu Azərbaycan giləy-güzarımız da var. Niyə biz, məsələn, bu boyda sərvət var, insanlar biraz sıxıntı çəkir. Niyə qalib gəlir, amma biraz sıxıntımız var. Bax, bütün bunların numeroloji həllini sizlərə çatdıracaq. Deməli, ayın neçəsinə düşür? 21-nə.
21-in elə bir tərəfdən də 20 yanvar günü ertəsi gün olacaq. 20 yanvarda olsa o hamının yenində birliyi olacaq. Elə veriliş də həmin o energiya düşəcək. Xalqın o ümumxalq hüzün günüdür. Ümumxalq enerji bir yerdə olanda çox maraqlı olacaq. Mən istəyərdim ki, tək sıravi insanlar yox, siyasilərimiz də, ziyalılarımız da hamısı baxsın, görsünlər. Siz də sağollaşın, mən də sağollaşım, bitirək. İzləyicilərimizə onu bir dənə əlavə eləmək istəyirəm ki, yenə heyvanlar haqqında demək istəyirəm. Maşınlarını səhər-səhər, məsələn, havalar soyuqdur, pişiklər girirlər, motorun içində yatırlar. Biraz o səs salsınlar, ya ayaqlarını yerə döysünlər, ya maşını döysünlər ki, oradan pişiklər düşüb qaçsın. Yadlarına salıram. Sonra bir qab yeməklərinin artığın, bir qab yemək, bir qab su, qapıların ağzına, nə bilim, heç olmasa bir hər kəs fikir versə buna, duyarlı olsa, bu özü də bir necə deyim, hər birimizə, nə bilim, bir baş ucalığıdır bizim üçün. Şəxsən, yəni mən buna çox da deyirlər heyvansevər. Mən bunlara heyvansevər demirəm. Mən Allahsevər deyirəm bu insanlara. Yəni o heyvanlara baxan, çünki heyvansevər bu nə deməkdir? Heyvan sevməlisən də. Heyvanı Dünyada sevərlər. ağacı da sevməlisən. Heyvansevər. Yəni mən o heyvansevərdir, mən heyvansevər deyim. Özünü aldatma. O Allahı sevir. Ona görə də o heyvanı Allaha bəsləyir. xatir eləyir. Bəli. Ona görə hamımız Allahsevər olaq. Salamat qalın. Gözəl dediniz, gözəl dediniz, elə yaxşı nikbə sonraqda. Belə dəyərli dostlar, sağ olun, var olun. Abunə olmağı, bəyənməyi, paylaşmağı, rəy, sual, fikir, razılaşmadığınız məqamlar varsa onları yazmağı unutmayın və elə yaşayın ki, ruhunuz həmişə şəfalı olsun. Hələlik.